Salam kiçik dostlar, mən Ağayla Uyğur. Bugün sizlərə mən Əmdi Çoğboğlum deyən kitabını oxub verək. Piccolo o günü məktəbdən kelib, udul yataq öyüyə kirib, çaxlıq ayağını giyişki başladı. Ona bu haldığını görən apisi soradı. Piccolo, nem qılıvatsan? Teşəğə çıxıb oynayım mən. Amma bir işini unutub qaldığını deyim, yalğız talağa çıxıb oynaş üçün səndəq kiçik. Əgər xalısınız, yanımda tursanız buludu, dedi Piccolo. Apisi bu olsa, bunun vaxtım yox, mən görüşki tegişlik bir munc materiallar var, deyib cavab verdi. Hər vaxt oxşaş gəp, çoğlarının heç qandaq vaxtı yox, heç qaçan vaxtı yox. Andın çonqur bir uxtartıb, gilanın üstük özünü atdı və kiçik oyuncaq maşinisinin oynaşqı başladı. Birdən dünkin dadısı aşqandan doğuladı. Piccolo, mənə yardım qılıb bu yan yularını axleşib verəmsən? Amma Piccolo kiçik üstəlinin üstüdə oyuncaq maşinisini edib oynaş dadısığa vang vang deyib cavab verdi. Dadısı onun yanına gəldi və kilaqını bu yan yularının uxlaş giyimini saldırışqa başla. Xalam sən? Yaq, dedi Piccolo. Mən də kiçik dursam, kulağını keçvelişim mümkün. Şu çağda apisi işitdən beşini çıxarıb, əgər dadanıq yardım qilishini xalımısan, heç bolmağanda üstlərini təyarlısan mı boldu? Amma bək oldan bilisiz, mən də kiçik dursam, bunu söz dediniz, birer taksi yaki istakanın çəqib etişim mümkün, deyib cavab verdi Piccolo. Düşəndim, oynaşıq mı gəldi, şundaq mı? Sən çox adam əməz, amma hazır bulmaq mı əməz? Əmdə çox boluşunu xalımamısan? Mışındaq bulğandı, yenə cıq işlərini qılışqı ruxsat qalğılı boludu, deyib qoşub qoydu dadısı. Yox, deyib cavab verdi Piccolo. Çoğlar daim işləydikken, materiallar bilan həbləşədikən, toq bulub töyləşki məcbur ikən, amma bilişə mümkün çoğlar yeni köngül etişinin bir oldu. Qara yanı yazmışsın, deniz yasadın. Mən, dedi Piccolo, hər daim kiçik duruşunu xalayımın və siz və apam bilən. Ondaq da çoğlar oxşas, dastıxanda oldurmay tatlıq dürməyiş üçün öz ornunda oldur. Əmdə mənə kiçik qozam udul verib çişlərinin çotqala. Andın karvatanlığa çıxıb saxla, biz girib sana hikayə edib verimiz. Piccolo hikayə anlaşını yaxşı görətdi. Amma apısının bu qeydin başqaca orunlaşdırışı var idi. Bu kitab tiki, dedi apisi. Sən yadqı bildiğin bir hikayə. Bu qeydin sən mənə oxub bərgin bulamdı. Buludu, maqul, dedi Piccolo. Mən beşini oxuy, amma siz mu davanını oxun maqul mu? Apisi gülümsədi və ikisi birlə Tom dağının hekayəsini oxuşqa başladı. Hekayə tüygəndən keyin apisi çıraqlarını öçürüb mehmanxanağa gəldi. Yenə nemə bolğandı, anısı əmdi krasloğa oldurmaqçı bulub turğanda biri burnunu tartışqı başladı. Əlbəttə bu Piccolo idi. Nem qılvatsızlar deyib soradı. Kino görvatımız, dedi dadısı. Mən mi
sizler bilen böyle görsem bulandı. Yox, dedi dadası. Sen tek küçüksen baldur yetişen gerek. Onun üstüge sen bu kino seni korkutmadı, dedi apisi. Bu küçük ballar gördüğün kino emas, tez karvatanağa çık. Ama sen çok bolğanda biz birli oturup kino göremez. Çoxum deyip koşup koydu dadası. Piccolo azraq açıq belə. Mən əmdi çox boldum, dedi. Apisi bilən dadasının bunu belə qarab olmadı. Piccolo karvatağa çıxıpla yığlaşqı başladı. Mən çox boldum. Sizləri çox bolğanlığını görüstüb qoyayım mən. Digəndə Piccolo həmmədən burun ornadan turdu. Apisi bilən dadası oyğanıb üstəldə naştalıq təyyar bolğanlığını gördü. Gördünlər mi? Dedi Piccolo. Mən çox boldum, çıxışlarını qılalayım mən. Mən güllərimi su qoydum. Həbizimi gördük, amma bək çox su qaybetmişsən, dedi dadası artıq sularını təki. Dedi dadası və artıq sularını təkivetdi. Yanala sana aferin, dedi anası. Doğru, sana aferin küçük kuzum. Ha, bilişim mümkün, dedi dadası. Bugün işe barmayım mən. Böyle oyun oynayalım, müküşmek oynasak qandaq. Oh, müküşmek, fəqət bu vaxtlarının oyunu. Mən sizlərki çox boldum, dedim. Amma bağçağa çıxıb top oynasaq boldu. Sən xalısan, şundaq bolsun, dedi dadası biraz pərişan aldı. Apisi gülüb durub. Xeyni dadanı yeniş üçün təyyar bol kuzum.